بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وبارئ الخلائق الأجمعين والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين وطبيب نفوسنا أبي القاسم محمد آل محمد. أما بعد، السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حلت بفنائك. عليكم مني سلام الله ما بقيت وما بقي الليل والنهار، ولا جعله الله آخر العهد مني لزيارتكم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين ورحمة الله وبركاته. Əziz müminlər, artıq Muharrem ayının 3-cü günündəyik. Allah Teala hər yerdə ki Hz. Peyğəmbərimizin əhl-i beytinə üz vermiş bu müsibəti zikr eləyir, xatırlayır. Sizlərin və bizlərin tərəfindən onlara Allahın salamı olsun inşallah. Allah Teala qəbul eləsin o məclisləri və bizləri Peyğəmbər və Ali Peyğəmbərdən ayrı salmasın. Kərbəla hadisəsinin səbəbləri və yaxud o hadisəyə müxtəlif nöqteyi nəzərdən baxış tərzi yaratmaq üçün, baxmaq üçün alimlər, ariflər əsrlər boyu, illər boyu bu haqda əsərlər yazıblar. O baxışları Kərbəla hadisəsinə doğru baxışı formalaşdırmağa çalışıblar ki, bizlər necə eləyə bilərik ki, Kərbəla hadisəsindən bugünkü günümüzdə dərs və ibrətlər alaq. Bu hadisənin, bu müsibətin bugünkü gündə qeyd olunmasından bizlərə nə faydalar var, hansı faydalar var? O faydaları biz necə əldə eləyə bilərik? Əvvəla Həzrəti Əmir Əl-Müminin əleyhissalamın gözəl bir kəlamı var. Buyurur ki, وَاَعْتَبِرْ بِمَا مَضَى مِنَ الدُّنْيَا لِمَا بَقِيَ مِنْهَا فَإِنَّهَا بَعْضُهَا يَشْبَهُ بَعْضًا وَآخِرَهَا لَاحِقٌ بِأَوَّلِهَا. Hz. Əmir əleyhissalam buyurur ki, ibrət al, dünyada keçmiş hadisələrdən gələcək günlərinə, gələcək hadisələrinə ibrət al, ibrət götür. Çünki bəzi hadisələr, keçmişdə baş vermiş bəzi hadisələr, gələcəkdə baş verən bəzi hadisələrə oxşayarlar. Yəni, o hadisələrin, tarixdə baş verən hadisələrin oxşar tərəfləri var. Axırıncılar əvvəldəkilərə birləşər. Yəni, onların taleyinə bənzəyər. Yəni, sonuncu baş vermiş, tarixdə baş vermiş hadisələr özündən əvvəlkilərə bənzəyərlər. Talidə, yəni onların taleyində oxşarlıq olar. Deməli, Hz. Əmir Əl-Müminin əleyhissalamın bu kəlamı göstərir ki, tarixdə baş vermiş hadisələrdə ümumi bir qanuna uyğunluq var, ümumi bir sünnə var. Sanki tarixi hadisələr biri-birinə oxşayarlar, bir ana xətt var və o ana xəttin üzərində baş verər. Amma müxtəlif səbəblər fərqli ola bilər. Hadisələrin, böhranların, müharibələrin və yaxud digər tarixdə önəmli hadisələrin ana xətləri bir-birinə oxşayarlar. Bizlərdən tələb olunan budur ki, Hz. Əmir Əl-Müminin əleyhissalamın dediyi kimi, o hadisələrin əsas ana xəttini, əsas qanuna uyğunluqları tapıb, seçib, tanıyıb və gələcək hadisələrdə onlardan çıxış yolumuz üçün ibrət və dərslər almaqdır. Yəni, keçmişdə baş vermiş hadisələrdən ibrət və dərslər almaqdır ki, o ana qanunları oradan istixrac edə bilək, çıxarda bilək.
Necə varlıq aləmində səbəb-nəticə qanunu var, tarixi hadisələrdə də belədir. Qur'anın bütün insanlığa, bəşəriyyətə bəxş elədiyi, bəlkə də bəyan olunmamış qanunudur bu. Ki, məsələn, Qur'an-ı Kərimin özündə bir çox tarixi hadisələri Allah Teala zikr edir Qur'anda. Ona görə də Allah-u Teala Qur'an-ı Kərimdə peyğəmbərlərin və ya qövmlərinin başına gəlmiş hadisələrdə bəzən belə deyər, belə buyurar sonda. Kəzəlikə. Məsələn, kəzəlikə nəczil muhsinin. Biz bu şəkildə, məsələn, Həzrəti Musa əleyhissalamı zikr edir və yaxud Həzrəti İbrahim əleyhissalamı zikr edir. Onun özünün və qövmünün arasında baş vermiş hadisələri, sonra da belə buyurur. Kəzəlikə nəczil muhsinin. Biz beləliklə bu cür qiymətləndirərik Allah yanında yaxşılıq sahiblərini. Yəni, peyğəmbərlərin gözəlliklərini biz bu cür qiymətləndirərik, dəyərləndirərik. Və yaxud kəzəlikə yuhyullahu əl-mavtə və yuriyakum əyətihi. Allah Teala, beləliklə Allah Teala bu cür ölüləri dirildər və onlara öz ayətlərini, dəlillərini göstərir. Və yaxud belə cəzalandıraraq zalimləri və yaxud bu cür həlak olar günahkarlar deyə Qur'an-ı Kərimdə tarixin qanununa uyğunluğunda Allah Teala bu cür təkrar olduğunu bu kəlmə ilə ifadə eləyər. Yəni, sanki oradakı olan qanuna uyğunluqlar təkrardır. Və bunlar nə üçün lazımdır? Bizə ibrət, bu tarixi hadisələrdən alacağımız ibrət və dərslər bizə nə üçün lazımdır? Əvvəla ona görə lazımdır ki, insan övladı öz inkişafını, öz kəmalata gedən yolunda baş vermiş hadisələrdən özünə nəticələr çıxartsın. İbrətlər və dərslər çıxartsın. Bir insan öz taleyində baş vermiş bir hadisədən ibrət və ya dərs çıxarmasa və yaxud bir toplum gələcəkdə mütləq onun başına yenidən o bəlalar tezdən mübtəla olar. Məsələn, bizim elə öz tariximizi götürəndə hələ 20-ci əsrin əvvəllərində 1905, 1908, 10-cu, 11-ci, 13-cü, 15-ci illərdə və sonda 1918-ci illərdə xalqımızın başına gətirilmiş soyqırım hadisələri. O soyqırım hadisələri ki, minlərlə bizim həmvətənimiz, bizim ata-babalarımız erməni daşnaqları tərəfindən şəhid ediliblər. Şəhid ediliblər və sonra Sovet dönəmində, Sovet rejimində o qəsbkarları, o təcavüzkarları bizə unutturublar. Təzədən onlarla dostluq, qardaşlıq elan eləmişik. Başımıza gələn hadisələr yenə 20-ci əsrin sonlarında, 21-ci əsrin əvvəllərində təkrar xalqımızın başına gətirilib. Niyə? Çünki başımıza gələn hadisələrdən yaddaşımızdan silinib və yaxud unutturulub və biz ibrət və ya dərs çıxarda bilməmişik. Ona görə 1988-ci ildən bəri təzədən erməni işğalına, həmin qəsbkarların, həmin daşnaqların işğalına məruz qalmışıq. Ona görə, yəni tarixdən gördüyümüz kimi, keçmişdə baş vermiş hadisədən dərs almamız lazım. Tarix elmi buna görədir. Hər bir xalq, hər bir fərd və cəmiyyət öz tarixini yaxşı bilsə, gələcəyini də doğru, düzgün, yəni möhkəm qurar. Bu mənada öz tariximizdə də bunu görürük, elə bizim dini tariximizdə də bunu görürük. Allaha çox şükür olsun ki, müstəqillikdən sonra insanlarımız, cəmaatımız özünü dərk etmə, öz milli dərkini anlamağa başladı və çox şükürlər olsun ki, hər birimiz artıq Azərbaycan türkü, müsəlman türkü olmağımızı başa düşüb, anlayıb, öz dərkimizdə böyük irəliləyiş əldə eləmişik. Və bu da təbii ki, bizim ölkəmizin, vətənimizin, suverenliyimizin möhkəmlənməsinə səbəb olan amildir. Elə bu mənada bugünkü gün Azərbaycanın milli qəhrəmanlarından olan Mübariz İbrahimovun bugün şəhadətinin il dönümüdür.
Onun timsalında bütün əziz şəhidlərimizi, vətən şəhidlərimizi, torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizi yad eləyək, onları Kərbəla şəhidlərinə ilhaq olmasını uca Rəbbimizdən niyaz eləyək, arzulayaq və bütün şəhidlərimizi Kərbəla şəhidləri ilə bərabər əziz ruhların Peyğəmbər və Ali Peyğəmbərə salavatla yad eləyək. Allahümmə salli alə Muhammed və Ali Muhammed. Deməli, tarixdə baş verən hadisələrdən ibrət və dərs almaq, onlarda baş verən qanuna uyğunluqları, ümumi qanuna uyğunluqları öyrənmək bizə nə verər? Biz insanlara, fərdlərə, müsəlmana və yaxud onların cəmiyyətinə nə verər? Onu verər ki, insan və cəmiyyət nələrlə tənəzzül eləyər və yaxud nələrlə inkişaf eləyər. Bunu öyrənər. İnkişafını və tənəzzülünü öyrənər. Bu çox böyük bir şeydir, böyük bir əlamətdir. Ona görə hər bir hadisədən istər etiqadi olaraq, müsəlman olaraq öz dinimizdən, necə deyərlər, kəmalata çatmağın, inkişaf etmək üçün o tarixi hadisələrdən ibrət almağı öyrənməliyik və istər xalq olaraq, millət olaraq öz tariximizdə baş verən hadisələrdən ibrət və dərs almalıyıq. Ümumiyyətlə, ibrət və dərs adətən biri-birinin yanında işlənən, sanki biri-birinə oxşar olan sinonim kəlmələrdir. Amma əslində ibrət kimlərdən alınar, dərs kimlərdən alınar? Dərs o kəslərdən alınar ki, o həqiqətən dərs verməyə, yəni tələbəni öz yüksək əxlaqi keyfiyyəti ilə bərabər elmini çatdırmağa layiqli şəxslərdir. Dərs o kəslərdən alınar. Ona görə müəllimlərimiz, ustadlarımız ki, Allah onları hifz eləsin, səlamət eləsin, dünyasını dəyişənlərə rəhmət eləsin, o müəllimlər ki, elmlərini tələbələrə, şagirdlərə çatdırırlar. Onlar həm də öz əxlaqi dəyərlərini, öz yüksək keyfiyyətlərini də tələbələrinə çatdırırlar. Tələbə ondan elm öyrənməklə həm də onun mənəvi keyfiyyətlərini iktisab edir, qazanmış olur. Deməli, müsbət personallardan, müsbət tərəfdən biz dərs alacağıq. Kərbəlaya baxanda, Kərbəla hadisəsinə baxanda iki əks qütblü tərəflərin üz-üzə dayandığını görürük. Biri həddindən artıq ədalətdə, kəmalatda, bütün gözəl xüsusiyyətlərdə, müsaməhədə, yəni bağışlamada, bütün ən yaxşı fəzilətlər bir tərəfin xüsusiyyətləridir. Bir qütbün, bir tərəfin xüsusiyyətləri Allah Taala'nın bəxş elədiyi ən fəzilətlərə sahib olan tərəfdir. Onun əksinə dayanan, onun müqabilində dayanan, ona ox atıb, nizə atıb, onu öldürməyə, şəhid eləməyə hazır olan tərəf isə ən alçaq, ən rəzil xüsusiyyətlərə sahib olan tərəfdir. Bu meydanda, bu Kərbəla meydanında dərs alacağımız tərəf təbii ki, bütün gözəl xüsusiyyətləri ilə hər bir hərəkət və davranışlarda bizə təlim keçəcək xüsusiyyətləri ilə Hz. İmam Hüseyn əleyhissalam və onun səhabələri və onun əhl-i beytidir, onun övladları, qardaşları, Haşimi övladlarıdır, 72 şühədadır, ən gözəl xüsusiyyətləri ilə. Dərs alacağımız tərəf bulardır. Amma ibrət alacağımız tərəf də var. İbrət alacağımız tərəf kimdir? Onun əksində dayanmış Ömər Sədin, Şimrin, Allah lənət eləsin və digər Allah düşmənlərinin qoşunudur. Onların rəzil xüsusiyyət, onlardan da ibrət alacağıq ki, biz onların etdiyi səhvləri öz həyatımızda təkrarlamayaq. Onların dünya malından ötürü, dünya istəklərindən ötürü, nəfsi istəklərindən ötürü etdikləri böyük səhvləri həm dünya, həm axirətlərin puça gətirən davranışlarından ibrət alaq. Ona görə Quran-ı Kərimdə zikr olunmuş bir çox qissələr, istər Yusif surəsində olsun, istər Hz. Musa əleyhissalamın özü və qövmü arasında baş vermiş hadisələr olsun, istər Hz. İbrahim əleyhissalam, Hz. Şuayb əleyhissalam, Hz. Salih əleyhissalam özü və qövmü arasında baş vermiş hadisələrin qissə şəklində nəql olunması sadəcə bir tarixi hadisənin nəqli hekayəti deyil.
Biz onları oxumaqla bir nağıla, bizim ruhumuzu oxşayacaq gözəl bir rəvayətə qulaq asmaq, oxumaq istəyi deyil. Bu qissələrdən, bu hekayətlərdən Allah Teala ağıl sahibləri üçün dərs və ibrətlər öyrədir. Qur'an-ı Kərim qissələri buna görədir. Qur'an-ı Kərim qissəsi elə belə tarixdə hansısa bir dövrdə, eramızdan əvvəl hansısa bir dövrdə bir peyğəmbərin həyatında baş vermiş hadisəni sadəcə rəvayət kimi qəbul eləməyəcəyik. Biz ondan mütləq dərs almamız üçündür. Çünki onların başına gəlmiş hadisələr bizim ümmətimizin də başına gələn hadisələr olacaq. Təkrarı olacaq. Çünki ana xətt, qanuna uyğunluqlar eynidir. Hz. Musa əleyhissalam və qövmü arasında baş vermiş hadisə gələcəkdə də təkrar ola bilər. Hz. İbrahim və Nəmrud arasında baş vermiş hadisə gələcəkdə də təkrar ola bilər. Və yaxud Hz. Yusuf əleyhissalamın və s. Və bütün bunlar bizlərin dərs almamız üçündür. Ona görə Qur'an-ı Kərimdə elə Allah-u Teala özü buyurur Yusuf surəsinin 111-ci ayəsində buyurur ki, Bismillahirrahmanirrahim. Laqad kana fi qasasihim ibratun liulil albab. Onların qissələrində, yəni o peyğəmbərlərin o zikr olunmuş qissələrində, hekayətlərində ağıl sahibləri üçün ibrət vardır. İbrət götürmə, dərs götürmə var, ibrət var. Onlardan ağıl sahibləri ibrət götürməlidir. Çünki o həyatlarında həmin səhvləri, xətaları bir daha təkrarlamasın. Bunlardan da biri, məsələn bu ibrətlərdən birin deyək. Biri öz zəmanəsinin dövründə yaşamış, ona hidayət edən imamının qədrini, qiymətini bilməkdir. Onu zülmətlərdən işığa, nura çıxardan, pisliklərdən yaxşılığa dəvət edən, çirkabdan təmizliyə, paçlığa dəvət edən, paçlaşdıran imamı, ilahi hüccəti tanımaq və ona itayət eləməkdir. Daha onun qəsdini dayanmamaq. Böyük alacağımız ibrət Kərbəla hadisəsində budur. Biz imamımızı tanıya bilək. Bizi doğru yola hidayət eləyən imamı tanıya bilək. Biz o imamı tanımasaq, onda biz ona düşmən kəsiləcəyik. Necə ki, Həzrəti Əmir Al-Momin əleyhissalam buyurur ki, deyir, insanlar tanımadığının düşmənidir. Nə qədər ki, birini tanımır, onun fəzilətlərindən xəbəri yoxdur, mütləq ona düşmən kəsiləcək. Bu insan övladının ümumi qanunudur, xüsusiyyətidir. Ona görə bizi birinci Allahın höccətlərini, bizi hidayət edici imamlarımızı, bizim dinimizi qoruyan, hafizləri olan imamlarımızı tanımağa dəvət edir Allahın Peyğəmbəri. Tanımağın nəticəsində sevgi yaranar. İnsan övladı imamını tanımasa necə sevə bilər? Allah-u Teala əmr eləyəndə ki, buyuranda ki, ya Peyğəmbər, onlara de ki, onlardan ancaq öz mənim əhl-i beytimə məvəddətdən başqa bir şey istəmirəm. İlləl məvəddətə fil qurba. Məvəddətdən, sevgidən, məhəbbətdən başqa bir şey istəmirəm. Allah Teala bizi necə Peyğəmbərinin pak əhl-i beytini sevgiyə məcbur edə bilər? Heç insan övladı bir kəsi və yaxud bir zümrəni məcburən sevə bilər. Sevgi, sevmək ki, məcburi deyil, gərək qəlbdə yaransın. O sevgini yaratmaq üçün birinci ilk növbədə sevginin ünvanını tanımaq lazımdır. Biz tanımasaq, Peyğəmbər və əhl-i beytini sevə bilmərik. Ona görə ilk növbədə birinci addım, birinci mərtəbə Həzrət Peyğəmbərimiz və onun pak əhl-i beytini tanımamız lazımdır ki, biz onları sevə bilək. Tanısaq da sevməkdən başqa ikinci yol qalmayacaq. Elə ki tanıdın, imamını tanıdın, Həzrət Əmir Al-Momin əleyhissalamı tanıdın, onun hərəkət və davranışlarını tanıdın, onun mizan olduğunu başa düşdün, bildin, mütləq sevəcəksən. Başqa yolu yoxdur artıq. İnsan övladının sevməməyə heç bir səbəbi qalmayacaq. Allah-u Teala Qur'an-ı Kərimdə buyurduğu kimi Bismillahirrahmanirrahim Allahullezî enzele'l kitâbe bil haqqı vel mizan. Allah həqiqətən o Allahdır ki, o kitabı və mizanı haqq üzərə nazil edib. Kitabı və mizanı haqq üzərə
nazil etmiştir. Kitabı nazil etmiştir, məlumdur. Kitab hansı kitabdır? Allah Taala'nın təlimləri, bəndələrinə öyrədəcəyi təlimləri, halalları, haramları, haqqı batildən ayırmağı kitabı vasitəsilə bizlərə nazil edib. Kitab vasitəsilə bizə öyrədir. Yəni Quran-ı Kərim vasitəsilə. Huvəllazi ənzələl kitəbə bil haqq. Kitabı haqq üzərə nazil edib. Vəl mizan və mizanı nazil edib. Bəs mizan nədir? Kitabı anladıq. Ki kitab Quran-ı Kərimdir. Allah Taala'nın bəndələrinə göndərdiyi təlimlərdir. Necə ki Quran-ı Kərimin öz təbirində də buyurduğu kimi Həzrət Peyğəmbərimiz haqqında buyurur ki, onu sizə göndərib ki, yuallimuhumul kitaba vel hikmə, sizə onlara kitabı və hikməti öyrətsin. Yəni Quran-ı Kərimi öyrətsin, Allahın məarifini öyrətsin. İnsan övladı necə yaşamalıdır, həyatında necə uğura çatmağı yollarını öyrədir, sırat-ül müstəqimi göstərir, inkişafın yollarını göstərir, təkamülün yollarını göstərir, tənəzzüldən qaçmaq üçün, tənəzzülə getməmək üçün hansı günahlardan, haramlardan çəkinməsini öyrədir insana. Bu kitabdır. Bəs mizan nədir? Mizan da o kəsdir ki, və yaxud odur ki, insan övladı öz əməllərini o mizanla ölçə bilə, ölçü vahididir. Mizan tərəzidir, ölçü vahididir. Ölçü vahidi, yəni bütün bəşəriyyətdə insanlar arasında qəbul olunmuş bir vahiddir. O vahidə görə müəyyən bir vahiddir. Məsələn, dünyada əgər tərəzidə hər hansı bir şeyi çəkmək üçün çəki daşı varsa vahid olaraq, amma axirətdə, qiyamət günündə çəki daşı yoxdur. Və yaxud orada hansısa bir maddi əmtəhəm malını çəkməyəcək. Allah Teala onunla hesabı, insanların hesabını çəki ilə hesabı almayacaq. Bəs nə ilə ölçəcək? Nə və nəyi ölçəcək? İnsanların birinci əqidəsi ölçüləcək. Əqidəsi görəsən doğrudur, yoxsa doğru deyil. Bəs əqidə nəyə nisbətdə ölçüləcək? Hansı vahidə nisbətdə ölçüləcək? Bir əqidə, ümumi bir əqidə forması olmalıdır ki, ona nisbətdə əqidə doğru və ya az olduğunun, düzgün və ya əyri olduğu bilinsin. Artıq və ya əksik olduğu bilinsin. Deməli, bir vahid müəyyən olunmalıdır ki, dünyadakı çəki daşı kimi. Bir vahid təyin olunmalıdır ki, o vahidə görə, o ölçüyə görə insanın əqidəsi sorğulansın. Mənim əqidəmdə nə çatışmır və yaxud nə artıqdır. Nəyi doğru olaraq qəbul eləməmişəm və yaxud nəyi doğru qəbul eləməmişəm. Birinci əqidə, ikinci düşüncəni ölçəcək. Bunlar heç birisi maddi deyil. Nə əqidə maddidir, nə düşüncə. İnsan övladı, bir müsəlman dünyada hansı düşüncə ilə yaşayıb? Hansı amalla yaşayıb? O düşüncənin də ölçülməsi bir ölçü, bir mizana uyğun ölçüləcək. Onunla müqayisə olunacaq. Üçüncü, əməllər ölçüləcək. Eyni ilə də əməllər də hansısa bir mizana görə ölçüləcək. O mizan kimdir? O mizan hər kəsin yaşadığı dövründəki öz dövrünün imamıdır. Yəni öz dövrünün ilahi bir rəhbəridir. Öz dövrünün mənəvi öndəridir, öndə gedənidir. Ki ona görə əqidəsini, ona görə düşüncələrini, ona görə əməllərini tənzimləsin, uyğunlaşdırsın, haqqa tərəf uyğunlaşdırsın. Aydındır. Ona görə buyurur ki, o Allahdır ki, kitabı və mizanı haqq üzərə göndərdi. Deməli, qiyamət günündə ölçü vahidi, çəki vahidi mizanda, tərəzidə haqq olacaq. Çəki daşı yerinə haqq olacaq, həqiqət. Amma o mizan kimdir? O mizan da bizim, yəni, bir var kitab, nəzəri kitabdır. Bir var, məsələn, universitetlərdə nəzəriyyəni öyrənərsən, bir də onun tətbiqini laboratoriyada və yaxud təcrübədə tətbiqini öyrənərsən. Təkcə nəzəriyyəni öyrənmək, o elmi, o sahəni tam bilmək anlamına gəlmir.
Mütləq o nəzəriyyəni bir yerdə tətbiq eləməlisən. Bir yerdə bir şeylə müqayisə eləməlisən, onun tətbiqini görməlisən. Deməli, kitabın təkcə nazil olması kifayət deyil bizə. Onun tətbiqini yerinə yetirən bizə hidayət imamları lazımdır. Bax, bu Kərbəla hadisəsi bizə o imamın qədərini, qiymətini bilməyi bizə öyrədir. Bilməyənlərin aqibətinin nə olduğunu bizə öyrədir. Bizlər 1400 ildir, qiyamət gününə qədər Hz. İmam Hüseyn əleyhissalamın müsibəti zikr olunacaq, qeyd olunacaq, Allah Teala qoymur. Bu hərarət insanların, möminlərin, müsəlmanların qəlbində sönsün. Bu Allah Teala'nın bir hikmətidir. Bu bir hikmətdir, ilahi bir hikmətdir. Ona görə ki, insan evladı o ölçünü, o mizanı tanısın və öz həyatında öyrəndiyi, bildiyi Quran bilgilərini həyatında doğru düzgün tətbiq edə bilsin. Onun tətbiqini bilsin, onun necələr əməli, praktiki həyata keçirməyə bilsin. Hz. İmam Hüseyn əleyhissalamın həyatına baxmaqla, Kərbəla şəhidlərinin həyatına baxmaqla bizlər onlar bizim üçün böyük müəllimlərdilər, öndərlərdilər. Bizim dini həyatımızda doğru düzgün yaşamağımız üçün onu tətbiq edənlərdir. Tətbiqin öndərləridir. Həqiqətən öz həyatlarıyla da, yaşamlarıyla da Hz. İmam Hüseyn əleyhissalama layiq səhabə olduğunu bizə çatdıran səhabələrdən biri və ya ikisinin barəsində danışacağıq, zikr-i müsibətində danışacağıq. Ki, onlar həyatda necə edilərsə, elə şəhadət mərhələsində də o cür oldular. Bax, onlar əsl nümunələr olardı. Dərs alacağımız kəslər olardı Kərbəla şəhidlərindən. Küfə bazarında iki yaşlı, iki ağsaqqal, Həbib ibn Məzahir və Müslim ibn Avsəcə rastlaşır. Həbib ibn Məzahir yaşları təxminən 75-80 yaş arası yazırlar. Həbib ibn Məzahirin Hz. Əmir Al-Momin əleyhissalamın xas səhabələrindəndir və həqiqətən də qəlbləri Peyğəmbər və Əhl-i Beyti ilə döyünən kəslərdir. Həqiqətən həyatlarının örnəyini, mizanını Hz. Əmir Al-Momin əleyhissalamı nümunə götürən kəslərdir. Bir də Müslim ibn Avsəcə. Müslim ibn Avsəcə də yazırlar tarixdə təxminən 90 yaşı, 90 küsür yaşındadır, yaşlı ağsaqqaldılar. Hətta Hz. İmam Hüseyn əleyhissalam Həbib ibn Məzahirə məktub da yazdı. Yazdı ki, mən artıq Kərbəladıyam, məni mühasirəyə alıblar. Və Küfədən onu sevənlər, onun Əhl-i Beytini, imamını tanıyan xüsusi kəslərə İmam Hüseyn əleyhissalam məktub yazdı. Biri də Həbib ibn Məzahirə. Həbib ibn Məzahir məktubu aldı, qapını bir qasid döydü. Həbib durdu, qapını açdı, yaşlı ağsaqqal adamdı və məktubu qasid çatdırdı ki, Hüseyn ibn Əlidəndir. Aldı məktubu, öpdü, gözünün üstünə qoydu, sinəsinə çəkdi. Hz. İmam Hüseyn əleyhissalamın o mübarək əlləri ilə o məktub yazılmışdı deyə təbərrük elədi Həbib. Sonra gəldi yaşlı xanımının yanına. Xanımı dedi ki, kimdəndir? Dedi, başqa kəsdəndir. İstədi ki, xanımını bir növ, yəni imamdan gəldiyini bildirməsin məktubu. Xanım ancaq hiss elədi, gördü məktubu necə ehtiramla aldı. Dedi, yox, sən hər məktubu bu ehtiramla almazsan. Bu yəqin Peyğəmbər övladının məktubudur. Aldın, öpdün və gözümün üstünə qoydun. Bu Hüseyn ibn Əlidəndir, soruşdu. Həbib daha yalan danışmadı. Dedi, bəli, ondandır. Dedi, indi nə fikirləşirsən? İndi Həbib də istəyir ki, yoldaşını, yaşlı xanımını yoxlasın. Dedi, mən bu yaşlı vaxtında mən hara gedəcəm, neyniyə bilərəm mən? Hüseyn ibn Əliyə
İmam Hüseyin əleyhissalama mən nə kömək edə bilərəm ki? Heç nə, oturacam evimdə. Bunu deyəndə xanımı çox salihə qadın idi. Allah rəhmət eləsin. İnşallah şəfaətlərin nəsib eləsin bizlərə. Dedi ki, Həbib, sən evdə oturacaqsan, amma xanım Zeynəb Kərbəlanın çölündə, səhralarında qalacaq, sərgərdan qalacaq. Sən evdə oturacaqsan, Hüseynin balaları Kərbəlada sərgərdan qalacaqsan, mən ona razı olmaram, deyə xanımı əsəbləşdi. Elə Həbib də əslində bunu gözləyirdi ki, xanımı onu təşviq eləsin. Çünki Kufənin qapıları bağlanmışdı, darvazaları bağlamışdılar. Heç kəsi Kərbəlaya tərəf buraxmırdılar. Heç kəsi Kərbəlaya tərəf buraxmırdılar. Həbib çıxdı bazara, Kufənin bazarına, gördü Müslim ibn Ovsəcə həna axtarır. O vaxtlardır, əslində Həzrət Peyğəmbərimizdən də belə bir sünnə var idi ki, yaşlı kişilər saqqallarına həna qoyardılar ki, onların yaşlılıqları çox bilinməsin. Xüsusən döyüşlərdə, düşmənlə qarşılaşanda yaşlılıqları bilinməsin deyə saqqallarına həna qoyardılar. Müslimin də 90'a yaxın yaşı var, qoca bir kişidir. Dedi, nə inirsən? Həbib soruşdu, nə axtarırsan? Dedi, həna axtarıram, saqqalıma qoyam. Həbib dedi, Müslim, sənə bir həna deyim, o hənanın rəngi heç vaxt getməsin. O hənanın rəngi səni cənnətə aparsın. Dedi, nə hənasıdır o? Müslim təəccüblə dedi. Dedi, o Həzrəti İmam Hüseyin əleyhissalamın yolunda qanımın tökülərək saqqalımın, ağ saqqalımın qırmızı qana rənglənməsi, boyanmasıdır. O hənadan danışıram. Bunu deyəndə Müslim də dedi, baş üstə, nə vaxt gedək? İndi yollar axtarırlar. Bir cür, bir təhər özləri, bir də xidmətçisi, Həbib öz xidmətçisi ilə çıxdı. Darvazadan bir təhər sürüşdülər, çıxdılar. Çıxdılar çox çətin yollarla, hətta deyir, çayı da üzüb keçməli oldular ki, maniyələrdən rastlaşmasınlar. Gəldilər, çatdılar Kərbəlaya. İki ağsaqqal gəldi, çatdı Kərbəlaya və uzaqdan bəzi rəvayətlərə görə Məhərrəmin 7-ci günü gəldilər, çatdılar. Bəzilərinə görə 9-cu günü gəldilər. Gəldilər, çatdılar. Uzaqdan Həzrət İmam Hüseyin əleyhissalamın xeymələrindən gördülər ki, bir neçə nəfər yaxınlaşır. Və özlərindən asılı olmayaraq Kufə tərəfdən sanki kömək gəlirmiş kimi, çünki heç kəsi buraxmırdılar. İmam Hüseyin əleyhissalam, yar ənsar, bir-iki nəfər gözləyirdi ki, bunlara kömək gələ. Özlərindən asılı olmayaraq Allahu Ekber sədaları ucandı. Həzrət Zeynəb salamullah aleyha çağırdı Əli Əkbəri. Dedi, qardaşımın balası, niyə Allahu Ekber sədaları ucaldı? Dedi, deyəsən Kufədən bizə kömək gəlir. Dedi, gör kimlərdir gələn. Həzrət Əli Əkbər getdi, biraz müşahidə elədi. Yaxınlaşanda gördü ki, Həbib ibn Məzahir Müslim ibn Ovsəcədir. Gəldi xanım Zeynəbə, bibisinə çatdırdı. Dedi, bibican, gələn filan kəslərdir. Həzrət Zeynəb salamullah aleyha eşidəndə ki, Həbib gəlib, çünki hamısı tanıyırdı. Peyğəmbər əhl-i beytinin mühəbbiləri idi, sevəndilər, həqiqi sevənləri idi. Eşitdi ki, Həbib ibn Məzahir gəlib, xanım Zeynəb sevindiyindən dedi, Əli Əkbər, mənim salamımı Həbibə getir. Gəldi Həzrət Əli Əkbər ağamız, xanım Zeynəbin salamın Həbib ibn Məzahirə çatdıranda, Həbib qoca kişi, 75-80 yaşında, yanındakı Müslim özündən də qoca, amma İmam Hüseyin əleyhissalama nüsrət üçün gəliblər. O yaşlı vaxtlarında, o ağsaqqallı vaxtlarında nə eləyə bilərlərsə gəliblər İmam Hüseyin əleyhissalamın yanına. Deyir, Həbib dizi üstə oturdu, xanım Zeynəbin salamını eşidəndə. Götürdü, yerdən torpağı tökdü başına. Dedi, kül olsun bu başa ki, xanım Zeynəb, Əli, Əmir al-Muminin Əli əleyhissalamın qızı Zeynəb mənim gəlişimə sevinir. Gör, nə günə qalmışıq. Gör, nə hallara qalmışıq ki, xanım Zeynəb mənim gəlməyimə, köməyimə görə sevinir, dedi. Və Həbib gələndən sonra Həzrət İmam Hüseyin əleyhissalam 3 əsas bayraqdarı olub.
Bir tərəf bayraqdarı da bayrağın Həbib ibn Məzahirə verdi və ənsarlardan, köməkçilərindən, sahabələrindən ilk Həbib ibn Məzahir və Müslim ibn Osəcə müharibəyə girdilər sahabələrindən. Hətta Həbib belə buyurdu, dedi ki, nə qədər ki biz Peyğəmbər əhl-i beytini sevənlər diriyik, həyatlıyıq, qoymayacaq Peyğəmbər övladları müharibəyə girsin, onlar şəhid olsun. Onlar bizim gözümüzün önündə şəhid olmasına razı olmayacaq. Özləri girdilər. Əvvəl biz şəhid olarıq, əgər sonra bizdən sonra olsa olar. Və birinci Müslim getdi meydana. Müslim, yəni 90 yaşında bir kişi getdi meydana. Vuruşdu, Allah ruhun şad eləsin, yaralandı, ağır yaralıdır, düşdü səhrada isti qumların üstünə. Hz. İmam Hüseyin əleyhissalam özü gəldi. Müslimin başını, yaralı başını aldı dizlərinin üstünə. Həbib də gəldi, əyləşdi qarşısında, qənşərində. Son saatlarıdır. İmam Hüseyin əleyhissalam başını tumarlayır, nəvaziş edir Müslim ibn Osəcəyə. Həbib dedi ki, Müslim, artıq şəhadətə yeriyirsən. Həzrət Peyğəmbərimizə qovuşmaq ərəfəsindəsən. Nə vəsiyyətin var? Düzdür, mən də çox yaşamaram. Yəqin ki, bir saat ya bir neçə dəqiqə yaşayaram. Mənə vəsiyyətin nədir? Bəlkə gücüm çatar, sənin vəsiyyətini yerinə yetirim. Deyir, Müslim ibn Osəcə belə dedi. Deyir, əlin qaldırdı, İmam Hüseyin əleyhissalam başının üstündəydi. Allah'ın verir ki, İzzətinə, Cəlalına son nəfəsimizdə elə yaşayaq ki, son nəfəsimizdə İmam Hüseyin əleyhissalam başımızın üstündə olsun. Necə ki, Müslimin başının üstünə gəldi. Necə ki, Kərbəla şəhidlərinin başının üzərinə gəldi son nəfəslərində. Dedi ki, Aleykə bihəzəl qarib, ya Həbib. Dedi, Həbib, sənə bu qəribi tapşırıram. Dedi, səndən heç bir şey istəyim yoxdur. Heç bir dünya istəyim, nə özüm üçün, nə ahirətim üçün, heç nə istəmirəm. Aleykə bihəzəl qarib. Bu qəribi sənə tapşırıram. Son nəfəsində İmam Hüseyin əleyhissalamı Həbibə tapşırır. Bunu eşidəndə Həzrət İmam Hüseyin əleyhissalam tarixdə yazırlar, deyir ki, bəkə, bukəən şədidən. Elə bir şiddətli ağlamaqla ağladı İmam Hüseyin əleyhissalam. Dedi ki, yəbnəl Avsəcə, ey Avsəcənin oğlu, sən necə dünyada yaşamışdınsa, həyatın necə oldusa, son nəfəsində də elə oldun. Həyatını necə Peyğəmbər və Ali Peyğəmbərlə yaşamışdınsa, onların məhəbbəti ilə yaşamışdınsa, rahimallahu aleyk, sənə Allahın rəhməti olsun ki, sən ölümündə də, son anında da Peyğəmbər və Ali Peyğəmbəri yaddan çıxarmadın. Eyni ilə də Həbib ibn Məzahirin də şəhadəti bu şəkildə Hz. İmam Hüseyin əleyhissalamın qarşısında oldu. Ələ la'nətullahi alə qavmiz zalimin.